Hər vaxtınız xeyir olsun, doktor. Bildiyiniz kimi, bizdə mif yoxsa həqiqət rubrikası var. Həmin rubrikada hədiyyəli yarışmamız var idi. Həmin yarışmada qalib olan izləyicimizin qeyd etdiyi suallar daha çox sizin sahəyə uyğun olduğu üçün həmin sualları sizə ünvanlamaq istəyirəm. Bu arada bir neçə sualı birdən göndərib xanım. İlk sual belədir ki, mənfi aurası olan bir insanın yanında olmaq digər insanlara da təsir edirmi? Tibbdə bunun elmi izahı varmı? Birincisi, mənfi aurası olan insanla görüşmək və auranın həmin qarşı tərəfə keçmə məsələlərinə gəldikdə, burada əslində bir elmi yaxınlıq var. Məsələn, üzündə bir təbəssümü olmayan, üzündə daim mənfi emosiyalar, negativ düşüncə şəklində üzündə olan emosiyalar qarşı tərəfin də ruh halinə, emosiyasına təsir göstərə bilər. Yəni, insan zaten onsuz ətrafda baş verənləri bəzən bir imitasiya da eləyir. Ona görə onun elmi izahı var. Bunu haldan sala bilər. Yəni, pis bir şeyə, gözəl bir şeyə baxanda eynən açılar. Pis insana belə baxanda təbii ki, onun aurası sənə keçə bilər. Digər sual əsnəməyin keçici olması ilə əlaqədardır. Necə ki, deyirlər, əsnəmək gətirir. Bunun tibbdə bir izahı varmı? Əsnəmə bir refleksdir. Əsnəmə refleksi haqqında tam, hələ dəqiq bu refleks insanın sinir sisteminə nə faydası var, nə ziyanı var haqqında elm tam bir qənaətə gəlməmişdir. Məsələn, əsnəmə bəziləri deyir, qanda qlukozanın aşağı səviyyəsi düşməsi nəticəsində aclıq bir refleksi kimi də olur. Bəziləri yuxunun beynin yorğunluğu ilə izah edirlər. Məsələn, yuxudan öncə əsnəmələr təbii bunlar da olur. Bəzən son tədqiqatlarda əsnəmə refleksi haqqında ümumiyyətlə deyirlər ki, bu beynin restartıdır. Təzədən özünü güncəllənməsidir və heç də pis əlamət deyil. Təbii ki, insanın qarşısında bir əsnəyən adam 3-4 dəfə bu refleksi təkrarlayarsa, əks tərəfdə də onun baş verməsi 50%-dən yüksəkdir. Təbii, hər adamda olmur, amma bir 50%-dən yüksəkdir. Bir 10 nəfərdən 5-də, 6-sında bu hallar ola bilər. Hansı insanlar ki, adi halda da onlar elə təsir altına düşə bilirlər. Ya səsin, ya görüntünün. Növbəti sual üzərliyi ilə bağlıdır. Üzərliyin həqiqətən də tibbi faydası varmı, yoxsa bu daha çox mif və ya psixoloji inancdan qaynaqlanır? Üzərlik qədim Azərbaycanda, Orta Asiyada ta qədimdən dərman bitkisi kimi istifadə olunub. Bunu mifologiyada, belə deyim, mental olaraq biz həmişə böyüklərdən eşitmişik ki, üzərlik göz qaytaran otdur. Və bunu, həmin bu otu qurudurlar və qurudulmuş şəkildə ondan istifadə olunur, onun tüstüsü faydalıdır. Elmi cəhətdən bu təsdiq olunmuşdur. İstənilən mənbələrdə də baxıla bilər. Bir çox xəstəliklərdə, sinir sisteminin nevroloji xəstəliklərində, psixoloji xəstəliklərdə, məsələn, nevroloji öz sahəmizdən biz götürsək, parasomniyalarda faydası var. Yuxu parasomniyalarda, uyku gəzərliklər deyirlər. Qorxuda, həyəcanda, bunun həmin o tüstüsünün yanında alınan o efirlərin həmin tənəffüs yolu ilə daxil olması sinir sisteminə sedativ sakitləşdirici təsir göstərir. Təbii ki, bunun da dozası var. Çoxlu dozada qəbul eləmək düzgün deyil. Onun tərkibində qarmalin deyirlər. Həmin maddədir və həmin o aktiv maddənin insan orqanizmə təsiri nəticəsində dəyişikliklər yaranır. Bundan başqa antiviral, antibakteriyal təsiri də var. O həmin tüstünün bəlkə də bir 180-200 növ yaxın mikroorqanizmə öldürücü təsir göstərir. Yəni ona görə qripdə də, buxar tənəffüs yollarının xəstəliklərində də faydası var.